Sabahınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Hər birinizi xoş gördük, əzizlərim. Yenə biz Səhər Çağının bütün əməkdaşları ilə birgə sizlərin evinizə qonaq gəlmişik. Bugün də sizin evinizə qonaq gəldik ki, sizin əhval-ruhiyyənizin xoş olması üçün səhər-səhər sizinlə xoş bir söhbət edək. Həm musiqi olacaq, həm gözəl söhbətlər olacaq. Sözsüz ki, bizim maraqlı qonaqlarımızın sayəsində. Gəlin, vaxt itirməyək, qonaqlarımızı bir-bir sizə təqdim edim. Bilirsiniz ki, vaxtaşırı biz Aysel xanımı dəvət edirik studiyamıza. Aysel xanım dinamik yapı, mimarlıq və dizayn şirkətinin təmsilçisidir, nümayəndəsidir. Xoş gəlmişsiniz Aysel xanım. Sabahınız xeyir olsun. Və çox hörmətli Musa müəllim, Musa Nəboğlu bugün gəlib bizim proqramımıza. Musa müəllimlə bilirəm ki, maraqlı söhbətlərimiz olacaq. Aşıqlar Birliyi haqqında kim maraqlı söhbət dinləmək istəyirsə ekranlara yaxın əyləşsin əzizlərim. Musa müəllim, xoş gəlmişsiniz. Mənim üçün çox xoş oldu bu səhər sizi səhər çağında görmək. Sabahınız xeyirlərə açılsın mənim əzizlərim və musiqili qonağımızı dəvət etməyin tam zamanıdır. Yaşar Yusuf gəlib bugün Lider Televiziyasının Səhər Çağı proqramına xoş gəlib, səfa gətirib. Sabahınız xeyir olsun. Xoş gördük, xoş gördük. Teşekkür. Buyur gəl əyləş. Bir daha hər birinizin sabahı xeyirləri açılsın. Nə gözəl bugün Kərkük mahnısı ilə sabahımızı açdıq. Təşəkkür edirəm. Mənim ən çox sevdiyim mahnılardan biridir. Təşəkkür edirəm. Sabahınız xeyir olsun əziz qonaqlarımız, əziz tamaşaçılarımız, ekran qarşısında bizi izləyən hər kəs. Düşünürəm ki, ritmik mahnı fikirləşdim ki, oxuyum. Həm daha pozitiv, həm daha ritmik, həm yəni ki, əhvalımızda da hər halda təsir edir. Mütləq. Elə şey ola bilməz ki, gözəl musiqi, gözəl ifa əhvalımıza gözəl təsir etməsin. Musa, mənim sabahınız xeyir, necəsiz? Sabahınız xeyir, təşəkkürlər. Yaxşısınız? Təşəkkürlər, siz yaxşısınız. Aşıqlar Birliyində vəziyyət necədir? Yaxşıdır. Yaxşıdır. Hər şey qaydasında.
işləyirik. Şükür elə bu gözəl musiqidən sonra Aşıqlar Birliyi ilə danışmaq özü bir yerinə düşər. Demək bilirsiniz ki, bizim artıq 6 ildir, 7-ci ildir Birliyin sədri Xalq şairi Zəlimxan Yaqubdur. Və elə əvvəlcə onu da tamaşaçılar üçün deyim, əksəriyyət bilir. Aşıqlar Birliyi 1984-cü ildə yaradılıb. Bəli. Rəhmətli xalq şairi Hüseyn Arif bünövrəsini qoyub və ilk sədrdə olub. Bəli, Allah qəni-qəni rəhmət eləsin. Aşıqlar Birliyi haqqında hələ söhbətlərimiz çox olacaq, hörmətli tamaşaçılarımız. Əgər Musa müəllim buradadırsa, proqramın sonuna qədər bu barədə maraqlı söhbətlərimiz olacaq. Görüm, indi Aysel xanımın əhval-ruhiyyəsi necədir? Çox yaxşıdır, sizi gördüm, lap yaxşı oldum, xoş oldu. Yaxşısınız. Bəli. Aysel xanım, atanız necədir? Yaxşıdır, çox sağ olun. Bizim hörmətli tamaşaçılarımız, ümumiyyətlə bütün kollektivimizin Aysel xanımın atasına xüsusi hörməti var. Çünki Aysel xanım hər dəfə bizim proqramımıza gələndə atası ilə bərabər gəlir. Təbii. Təşəkkür eləyirəm ona da və sizin çalışdığınız Dinamik Yapı şirkətinin bütün əməkdaşlarını da səhər-səhər salamlayıram. Hər birinə uğurlu iş günü diləyirəm. Hörmətli bizim qonaqlarımız, mən çox istəyərdim ki, bugün maraqlı bir mövzu ətrafında söhbət edək. Bilirəm, tamaşaçılarımız üçün də maraqlı olacaq. Ümumiyyətlə, evi qurmaq, tikmək, bu bizim adət-ənənəmizdir. Yəni, ola bilər ki, digər ölkələrdə, digər xalqların xüsusiyyətində bu o dərəcədə də özünün əksini tapmasın. Amma bir Azərbaycanlı ailəsi üçün, bir Azərbaycanlı kişisi üçün təməl qoyub ev tikmək, yurt salmaq, bu dədə-babadan qalma çox gözəl adətdir. İndi bizim üçün maraqlıdır. Görək, sizin fikriniz necədir? Evi kişi qurar, yoxsa qadın qurar? Zəng edin 510-3806, sizin fikirləriniz bizə maraqlı olacaq əzizlərim. İndi görək bizim qonaqlarımız bu barədə nə düşünürlər. Musa müəllim, sizdən başlayaq. Hər halda qonaqlarımızın hər ikisi gəncdir, Yaşar da, Aysel də, sizin fikirləriniz daha önəmli olacaq. Çətin sualdır, həm də yaxşı sualdır. Çox şaxəli sualdır. Burada belə bir mənalı cavab vermək ki, ya kişi qurar, ya qadın qurmalıdır. Mən düşünürəm ki, ikisi birlikdə qurmalıdır. Amma bu bircə işdə kimin üzərinə hansı vəzifələr düşür, nə qədər düşür? Bunlar ayrıda olmalıdır. Musa müəllim, görürsünüz necə siyasətçi kimi cavab verir. Ümumiyyətlə, bayaq siz gözəl vurğuladınız ki, dünyanın fərqli-fərqli ölkələrində, fərqli millətlərdə təbii ki, ailə prinsiplərinə, ailə quruluşuna yanaşmalar da fərqli olacaqdır. Bu söz yox olacaq. Və bizim özümüzə gəldikdə, bizim millət olaraq da, o ata-babalarda bir şeydir, hər ailənin bir öz yönü, səmti olar deyərlər. Hər ailənin də bir fərqli xüsusiyyətləri var ki, buna da ayrıca yanaşmalar lazımdır. Təbii, qadının ailədə böyük rolu var. Bizim böyük yazıçımız Məmməd Səid Ordubaydının gözəl bir fikri var. Deyir ki, ailə quruluşunun dərs kitabını qadın özü yaratmalıdır. Özü yaratmalıdır. Bəli, yəni hər ailənin özünün ki, bir qayda qanunu var, onun dərs kitabını qadının özü yazmalıdır. Evi kim qurmalıdır? Təbii kişinin tövlükdə bir geniş mənada, böyük mənada üstündə yük düşür, ümumi istiqamətlər üçün. Ailə dövlət də nahaq yerə demirlər ki. Dövlətin bir var ümumi prinsiplərini kim istiqamətdədir, yönəldir, bir də qalan işlərini həyata keçirərlər. İcraçı direktor deyirsiniz, xanımdır. Təxminən o cürə bölmək olmaz, amma qadının çox böyük rolu var. Çox böyük rolu var. Qadın yerində olmasa, ailədə, qadın yerində olmasa, mümkün deyil. Gözəl, görüm də Aysel xanımın fikirləri necədir. Aysel xanım, sizcə, bilirəm, gəncsiniz, amma sizin fikriniz maraqlıdır. Belə deyək də, böyüklərimizdən eşitdiyimizə görə ailədə kişi fəhlədir, qadın bənna. Böyük ehtimal ki, evin təməlini də kişi atır, məncə. Evi kişi qurar. Bəli. Evi kişi qurar. Kişi qurar. Cavabı belədir. Evi kişi, Aysel dedi ki, evi kişi qurar. Görə indi Yaşar nə deyəcək? Mən ümumiyyətlə bütün fikirlərlə razıyam deyilənlərlə. Çünki həm də məsuliyyətli bir işdim, çətin də sual da açıq deyim, Musa müəllim demişkən. Valla düşünürəm ki, qadının öz üzərinə düşən məsuliyyətləri var, kişinin öz üzərinə düşən məsuliyyətləri var. Ona görə tam deməzdim. Düzdür, qadın olmasa, mənə də gəlir ki,
tək, hə, o təbii öz yerində. Qadın olmasa kişi o evi kimin üçün qurur? Bəli, eynən. Əsas məsələ budur. Çünki Özü-özünə ev quran kişi xanımın da üzərinə görmüsünüz. düşən necə deyim, özəlliklər var ki, məsəl üçün uşaq tərbiyəsi, nələr, yəni çox şeylər var ki, yəni qadın... Bəzi hallarda hətta kişinin də tərbiyəsi ilə məşğul olur. 60-ın 40-a, nə bilim, 50-nin 50-yə, belə. Çox gözəl. Aysel xanım, bilirəm ki, siz ümumiyyətlə bir dizayner olaraq, dinamik yapı şirkətinin təmsilçisi olaraq hər zaman maraqlı açıqlamalar edirsiniz. Tikinti barəsində, dizayn işləri barəsində bizim tamaşaçılarımıza maraqlı söhbətlər edirsiniz. Bugün hansı üslub barədə, nə haqqında danışacaqsınız? Bugün üslub barədə deyəndə həm evin təməlindən danışdıq, ailədən danışdıq. Hamını maraqlandıran romantizm üslubundan danışacağım. Maraqlıdır. Bu çox bir duyğulu. Romantika deyəndə sadəcə olaraq iki nəfərin baş-başa qalması deyil. Qədimdən romantika istilik, doğmalıq, ailəyə bağlı bir romantizm üslubu qeyd olunur. Romantizm üslubunda xüsusi detallar deyil. Romantizm üslubuna məsələn aid eləyə bilmərik ki, məhz bu rənglər, bu detallar romantik üsluba aiddir. Romantizm üslubu nostalji hissləri daha çox sevir. Hər bir insanın həyat tarixçəsinə aid o ev qurulur. Yəni, sırf romantik üsluba xas xüsusiyyət çox nadir deyə bilərik. Romantik üsluba xas xüsusiyyət insanların maraq dairəsi, romantikaya necə yanaşır. Fərdi, bəli. Hərə romantikanı bir şeydə görür. Getdiyi bir məkanda, ilk görüşdükləri, geyindiyi paltarda o rəngi istifadə eləsin və yaxud da ki, ilk hədiyyə nə oldu, o detallara uyğun dizaynı qura bilərlər. Romantik üslubda biz bilirik ki, əvəz olunması güllərdir. Təbii ki, qırmızı güllərdir ki, bu evin xüsusi bəzəyində istifadə olunur. Romantik üslubun əvəz olunması sobadır. Soba ətrafında yastıq çalardı, şamlardır. Təsvirə bax, yaşar. Şamlardır, xüsusi rəsm əsərləridir və yaxud da ki, hansısa bir nüansdan olan fotodur ki, onu divara asmaqdır. Xüsusi romantik ab-havada pərdələrdir və yaxud da ki, məsələn, belə deyək, rənglərdə olaraq, romantik üslubda, hətta mətbəxdə belə romantikadan istifadə olunur. Məsələn, romantik üslubun qab-qacağı çiçək naxışlı olmalıdır və yaxud keçmiş adət-ənənin mətbəxinə olan cizgilərlə olan bir qab-qacaq olmalıdır. Çox gözəl. Aysel xanım o qədər maraqlı danışır ki, adam dinamik yapı şirkətinin müştərisi olub. Aysel xanımın qəbuluna düşüb orada dinləmək istəyir. Hörmətli tamaşaçılarımız, hörmətli bəylərimiz və xanımlarımız, ata-babadan belə adətimiz var ki, əgər bir evə təməl atmaq istəsəz, yazdan gözəl fəsil ola bilməz. Yaz ayı atalarımızın hər zaman təməl atma ayıdır. Bu fəsildə ev tikərlər, ev qurarlar, oğul üçün, uşaq üçün bir yurt yeri salarlar. Siz də əgər evlərinizi təmir etdirmək istəsəz, Aysel xanımın çalışdığı şirkətə, dinamik yapı, mimarlıq və dizayn şirkətinə müraciət edə bilərsiniz. Bu şirkətdə doğrudan da işinin ustası olan sənətkarlar, mühəndislər, memarlar və dizaynerlər çalışırlar ki, sizə yaxından kömək edəcəklər. Bircə dəfə Aysel xanımla söhbət etsəz bir yarım saat, Aysel xanım artıq sizin zövqünüzə uyğun olaraq sizi yönləndirəcək ki, eviniz hansı üslubda olsun. Çox gözəl. Musa müəllim, sizi görəsən, yəni hər bir insan sizi görə Aşıqlar Birliyindən danışa, Zəlimxan müəllimin orada adı çəkilməyə, bu günah olar. Zəlimxan müəllimin səhhətində problemlər var, bilirik ki, artıq neçə müddətdir ki, bizim böyük şairimiz belə deyək də səhhəti ilə bağlı bu problemləri yaşayır. İnanın ki, hər birimiz üzülürük buna görə. Tanrıdan hər səhər ona şəfa diləyirik. O bizim böyük şairimizdir, o bizim Azərbaycanımızı dünya miqyasında, Türk dünyasında tanıdan bir şairimizdir. Tanrıdan ona şəfalarımızı diləyirik. Necədir səhhəti? Ən doğru deyir, sözü sizdən soruşa bilərik. Vəziyyəti necədir şairin? Təşəkkür edirəm sizə bu diqqət üçün. Yaxşıdır. Yaxşıdır, normal, şükür. Müalicəsi davam eləyir. Mütəmadi olaraq 3 ayda bir dəfə Almaniyada gedir, müayinədən keçib gəlir. Yəni normal qaydada gedir, normal yaradıcılıqla məşğuldur. Və mən deyim ki, bu son dövrlərdə daha məhsuldar işləyir. Bax, ən son dünənki yazdıqları şeirlər bu həftə ədəbiyyat qəzetində yəqin olacaq. Onun 2 il bundan qabaq bilirsiniz ki, bütün əsərləri külliyyatına 13 cilddə çapa hazırladıq, nəşr olundu.
O 13 cildində onu da məlumat verim. İlk 7 cildi bütövlükdə şeirləri idi. 4 cild poemalarıdır. 50-yə qədər poeması var onun. 2 cildi onun publisistikası idi. Məqalələri, çıxışları və s. Bugün də yaradıcılığını davam etdirir. Budur, bəli. Bax, Çox yaxşı. 13 cilddən sonra artıq bir cild əlavə son şeirləri indi bugün sabah nəşr olunur. İnşallah, inşallah, inşallah şairimiz hər zaman yaxşı olsun və elə sizlərdən də onun yaxşı, xoş xəbərini eşidək. Əzizlərim, reklamların zamanıdır. Keçid alaq, izləyək reklamlarımızı. Hər bir insan memarlıq və dizayn baxımından zövqləri oxşayacaq, komfortu və incəliyi özündə əks etdirən mənzil sahibi olmaq arzusundadır. Dinamik Yapı MMC arzularınızı gerçəkləşdirmək üçün daim yanınızdadır. Xəyallarınızı bizə deyin, biz gerçəkləşdirək. 10 ilə yaxın fəaliyyətimizdə bizə etibar edən müştərilərimizə sonda təbəssüm və sevinç hissləri yaşatmışıq. Siz də bizə etibar edin və sevinənlərdən olun. Dinamik Yapı, keyfiyyətli işimizlə daim xidmətinizdəyik. Yaşandı bitti sevgimiz, dönme geriye yine de. Seninle ayrıldık bugün, gözyaşını ben dökeceğim. Senli olan o günleri bir defalık sileceğim. Unut sen beni, kalbimdeki bir sil olarak da. Yaşandı bitti sevgimiz, dönme geriye yine de. Seninle ayrıldık bugün, gözyaşını ben dökeceğim. Senli olan o günleri bir defalık sileceğim. Unut sen beni, kalbimdeki bir sil olarak da. Elden düşür ya da senle olan o güzel anlarım. Sanki yanındasan ağlayırdım. Saldın beni o da almadın kalbine bir ömür. Sevdim sevilmedim, aldanırdım. Yanar döner bu kalbimiz, alovlanmaz bu sevgimiz. Yeter artık bitsin bu eşkimiz. Yaşandı bitti sevgimiz, dönme geriye yine de. Seninle ayrıldık bugün, gözyaşını ben dökeceğim. Senli olan o günleri bir defalık sileceğim. Unut sen beni, kalbimdeki bir sil olarak da. Yaşandı bitti sevgimiz, dönme
Təşəkkür. Aysel xanım romantikadan çox danışdı, ona görə Yaşar bu mahnını ifadə da. Hörmətli tamaşaçılar. Romantik duyğulara daldı səhər-səhər. Yaşanıb bitməsin sevgilərimiz. Heç vaxt bitməsin. Azərbaycanlı gənclərimiz sevdilərsə sevgilərində möhkəm olsunlar. Sevgililərinin əlindən möhkəm tutsunlar ki, heç vaxt onların arasında ayrılıq olmasın. Bu arada mən sizə İki Sahil qəzeti haqqında demək istəyirəm. Hörmətli tamaşaçılarımız, xüsusilə Lider televiziyasının daimi tamaşaçıları alırsınız İki Sahil qəzetini, oxuyursunuz. Çox maraqlı qəzetdir. Dünyanın hər bir tərəfindən bu qəzetdə məlumatlar əldə edə bilərsiniz və son səhifəsində gördüyünüz kimi bizim televiziyanın həftəlik proqramları dərc olunub. Hansı proqramımız hansı saatdadır, nə haqqında olacaq, hansı qonaqlarımız olacaq, məlumatlar əldə edə bilərsiniz. Və proqramın son səhifəsində də hava haqqında məlumatlar var və onu deyim ki, bugün hava çox xoş gedəcək. 20 dərəcədən artıq isti olacaq deyəsən, artıq yaz özünü göstərir. Əsl ev tikmək havasıdır əzizlərim. Zəng edin görək, siz necə? Sizin fikrinizcə evi kim qurar, kim tikər? Xanımlar yoxsa kişilər? Desə zəngimiz var. Alo. Alo, sabahınız xeyir. Sabahınız xeyirlər açılsın. Nurana xanım, sağlığınız çox yaxşıdır. Qonaqlarınızı salamlayıram əvvəlcədən. Təşəkkür edirik. Çox sağ olun. Bu mövzu çox yaxşı mövzudur. Allah sizdən razı olsun. Keçən dəfə Yanıq Kərəmini çaldığınıza görə. Allah sizdən də razı olsun. Təşəkkür. Bu evi tikən məncə, evi kişi tikməlidir. İçini zövqlə qadın həll eləməlidir. Bütün evin içindəki olan o zövqlə onun dizaynerini, onun hər şeyini qadın eləməlidir. Gözəl. Bir də ki, mənim sağlığım Musa müəllimədir. Allah şairimizə can sağlıq versin Zəlim sana. Amma mənim bir sualım var. Olarmı ki, aşklarımız aşk paltarında çıxar? Çox gözəl sualdır. Təşəkkür edirəm müəllim sualınıza görə, minnətdarıq sizə. Mən təşəkkür edirəm tamaşaçımıza. Bilirsinizmi, olar və müəyyən yerlərdə aşk paltarında da çıxırlar. Amma biraz məsələyə belə fərqli də yanaşaq. Əsas nə geyinib çıxmağında deyil, əsas o sənəti layiqincə yaşatmaqdadır. Yəni indi zaman dəyişir, illər keçir, hər şey yeniləşir. Yeri gəlir, bəli, sırf folklorla bağlı tədbirdir, milli aşıq geyimində də çıxır. Amma elə tədbir olur ki, təbii indi orada istər-istəməz alınmır ki, milli geyimdə çıxsın. Əsas bizim o sənəti aşıqlarımızın layiqincə yaşatmağıdır. Bu da şükür Allaha öz yerindədir. Çox yaxşı gənclik var, çox yaxşı. Bu gün əgər Azərbaycandakı uşaq musiqi məktəblərinin əksəriyyətində saz sinfi varsa və universitetdə ayrıca şöbə və aşıq sənəti kafedrası varsa, deməli bu sənət yaşayır. Bu elmi baxımdan tədris olunur, öyrənilirsə deməli bu sənət akademik səviyyədə özü də. Sabahına bir yaxşı ümid. Bəli, deyəsən zəngimiz var. Alo. Sabahınız xeyir olsun. Sabahınız xeyirlər açılsın. Kızım çok güzel mevzu koymuşsunuz bugün. Evi kadın kurar yoksa kişi. Aha. Mevzudan qabaq mən istəyirəm ki, Yaşar balamıza çox sağ ol deyə, onun özü də, səsi də, geyimi də, davranışı da səhnəmizə çox gözəl yaratır. Təşəkkür ederim. Təşəkkür ederim. Səsindəki qulağa çox yatımlıdır. Allah onun səsini qorur. Var olun, teşekkür ederim. Yaşar bala çok sağ ol, çok Sağ gözəl olasın. oxuyursan. Çok sağ olun, teşekkür ederim. Allah sənə ömür versin. Çok sağ olun. Belə qüvvət versin. Minnətdaram, çox sağ olun. Gözəl qızımızı da salamlayıram. Mən Lider televiziyasını həmişə izləyirəm. O gözəl qızımız da həmişə televiziyada yaxşı bizə söhbətlər edir. Artıq liderçilərdən olub, lider ailəsinin üzvünə çevrilib Aysel. Çox gözəl danışır. Sonra evi qadın qurar, yoxsa kişi? Kim? Bineyi qədimdən Dədə Qorqud deyirdilər. Əgər bir oğlan evlənərmişsə, ok batarmış, ok gedib hara düşərmişsə, o yerdə də həmin oğlan özünə binə qurarmış, çadır qurarmış, binə, ev qurarmış. nə gözəl sözdür, düzdür. Amma indiki zamanda evi həm kişi, həm qadın birlikdə qurarlar. Birlik əl-ələ verib. Bu kişi gərək qazana gətirək ki, bu anası ölməmiş qadın da evi qursun. Yox yerdə bu qadın evi hardan qurmalıdır? Düzdür, kişilərin kimi bol olsun. O qədər desin ki,
ki, Aysel xanım, gəlginən bu evi dizayn elə. Bu mebeli bura qur, bu şəkili bura qur. Gərək bunlar ola ki, biz də Aysel xanımı çağıraq, gəlsin evimizdə dizayn edək. Yük düşdü kişilərin üstünə Allah düzdür. kişilərimizin canı sağ eləsin. Bizim kişilərimiz həmişə işləyən olub, ev quran olub, ev tikən olub. Allah hamısına can sağlığı versin, sizə də can sağlığı Təşəkkür edirik. Təşəkkür edirəm məni efirə qoşan xanıma. Aha, Təşəkkür. təşəkkürlər etdi Şərqiyə xanımın ünvanına. Biz sizə təşəkkür Maşallah, edirik. pozitiv tamaşaçımız. Səhər. Ümumiyyətlə Var bizim olsun, səhər minnətdaram. çağının tamaşaçıları, daimi tamaşaçılar içərisində həqiqətən pozitiv insanlar var. Əgər bir insan səhər-səhər qalxırsa yuxudan, erkən qalxırsa, Və oyanıb insanlar var ki baxırsa. 12-yə qədər yatır, o insanlardan pozitiv heç nə gözləmək olmaz. Günün yarısı getdi. Amma bu insanlar görürsünüz, artıq 9-a işləyib saatlarımız artıq görürsünüz pozitiv olaraq ekrana bağlanırlar. Və hörmətli tamaşaçılarımız, mən masamızın üzərində bir kitab var. Bu kitabı sizə təqdim etmək istəyirəm. Bu kitab belədir. Ozan Aşıq Dünyası. Musa, mənim çox-çox üzr istəyirəm. Bu kitabı siz artıq mənə 5 ildir vermişsiniz. 2010-cu ildə indi açacağım, bilirəm ki, müəlliflər kitablarını bax belə görəndə acıqlar gəlir. Amma Musa müəllim, mən bu kitabdan o qədər istifadə eləmişəm. Ona görə bax bu belə olub. Bu kitab, təşəkkür edirəm Musa müəllim. Dəfələrlə mən bu kitabı bax bu masanın üzərində gətirib qoymuşam. Dəfələrlə bu kitabdan istifadə eləmişik. Çünki həqiqətən bu jurnal şəklində olan kitabımızdır. Bizim daimi tamaşaçılarımız yəni bunu ilk dəfə görmürlər. Mən bunu dəfələrlə burada nümayiş etdirmişəm və bu kitabda mən çox şeylər öyrənmişəm. Bu Aşıq Alıdan başlayan, üzü bəri gələn bu kitabımızın içərisində bütün Azərbaycanın aşıqlarını siz onların haqqında məlumatlar verirsiniz. Təşəkkür edirəm. Bax, bu kitabın hörmətli daimi tamaşaçılarımız müəllifi Musa müəllimdir ki, bugün qonağımızdır. Qısa bir arayışda o kitabla bağlı verim. Dediyiniz kimi o kitab 2010-cu ildə şöz edildi. O sırf arxiv materialları əsasında oradakı bəzən hətta elə aşıqlar var ki, geniş ictimaiyyətə bəlli deyildi. Arxivdə 30-cu illərdən şəkilləri vardı, qısa tərcümə halları vardı. Hüseyn Arifin şəkli var, Səməd Vurğun. Çox unikal şəkillər var burada. Çox unikal şəkillər var. Orada aşıqların qurultaylarının şəkilləri var. 3-cü qurultaydan şəkillər var, bəli. Çox dəyərli kitabdır. Bu kitabların ardı varmı? Yəni bugün də məşğulsuzmu bu işlə? Bizim Aşıqlar Birliyinin elə bir fəaliyyəti də bu yöndədir. Yəni bu səfkili işlərimiz əsas yer tutur. Ayrıca bizim 5 ildir jurnalımız, Ozan Dünyası adlı jurnalımız nəşr olunur. Orada elmi publistik istiqamətdə yazılar veririk, aşıq sənəti ilə bağlı. Bu kitabdan sonra ayrıca mən bir kitabım nəşr olundu 2011-də sazmətlərlə bağlı ki, o da düzü kitab halında o şəkildə təqdim olunmamışdı. İlk dəfə sazmətlərlə bağlı. O kitabda mənə verməmişsiniz. Mütləq onu söz verirəm sizə verim. O kitab çap olundu. Sonra Ustad Aşıqlarımız seriyasından Aşıq Ələsgər haqqında, Aşıq Kəmandar haqqında və digərlər haqqında seriyadan kitablar var. Təşəkkür edirik və onu da qeyd edeyim ki, həmin adı çəkilən jurnalın elə baş redaktoru da Musa müəllimdir. Belə, hörmətli tamaşaçılarımız, mən indi xahiş eləyəcəm Aysel xanımdan, o biraz öncə bizim tamaşaçı xanımımız da zəng etdi ki, evdə o dizayn işlərinə xanımlar, belə deyək də, o icraçı direktoru olaraq rəhbərliyi onlar edirlər. Mən Nurayna xanım üzr istəyirəm, elə bayaq xanım da gözəl vurğuladı. Aysel xanım bayaq elə təsvir elədi, elə təsvir elədi, adam sözlə bir tablo çəkdi. Adam istəyir buradan dura gedə bir dizayn elə və burada Taqorun Biz buradan durub şirkətə gedə bilərik Musa müəllim. Ehtiyac var. İnşallah. Və xanım danışdı ki, mən Taqorun bir fikri yadıma düşdü. Deyir ki, Allah kişiləri yaradanda məktəb müəllimi imiş. Çantasında kitabla nizamnamə olub. Lakin deyir, qadınları yaradanda o rəssam olub, çantasında boyalar, bir də fırça olub ki, belə bir gözəllik. Əziz xanımlarımız, siz də əgər evinizin gözəl olmasını istəyirsinizsə müraciət edə bilərsiniz. Dinamik Yapı Memarlıq və Dizayn şirkətinə ekrandan ünvanı görürsünüz, telefon nömrələrini götürə bilərsiniz, müraciət edə bilərsiniz. Bu şirkətin mühəndisləri, sənətkarları qoy sizin evinizə gəlsin, hətta ofisinizə, iş yerlərinizə, hətta qarşıdan bağ mövsümü gəlir. Əgər bağ evlərinizi təmir etdirmək istəsə, sizə yaxından kömək edəcəklər. Hansı üslublardan istifadə edir sizin şirkət? Bizim şirkət ümumiyyətlə bütün üslublardan bacardığımız qədər istifadə edirik. Etmədiyimiz üslub yoxdur. Yay fəsli gəlir, siz dediyiniz kimi artıq bağ evləri kifayət qədər onların landşaft dizaynına istifadə geniş yayılıb hal-hazırda. Bu dəqiqə son dövrlər, belə deyək, insanlar əksəriyyət belə deyək, rahatlığa üstünlük verdiklərinə görə minimalizm, yəni ifrata varmadan ancaq işlək
Otaqda hər bir detalın işlək olan üslubundan, minimalizmdən istifadə olunur. Art dekodan istifadə olunur, xüsusi naxışlar olunsun. Klasik üslub öz, belə deyək, dəyərini itirmir heç vaxt. Heç vaxt klasik üslub dəyərini itirmir. Avangard üslubdan müraciət edənlər var, modern üslubdan müraciət edənlər var. High-tech, məsələn, ofislərdə high-tech üslubundan daha istifadə, sadə. bəli, sadə istifadə edənlər var. Amma siz üslublar barəsində dəfələrlə bizim proqramımızda danışmışsınız. Hər birinin öz gözəlliyi var. Amma bu dediyiniz sonuncu bu romantik üslubu daha, görürsünüz, Musa müəllimə desəm bizim zövqümüz uyğundur. Bəli. O daha mənə də xoş gəldi. Romantik üslub, məsələn, romantikanı biz iki gəncin, sevən şəxslərin üslubu qələmə verə bilərik. İnsanlar elə algılaya bilər. Amma əslində romantik üslub ailə üslubu gedir, istilik üslubu gedir. Daha rahat, hə? Bəli, bəli, rahat. Romantik üslub elə vadar edir ki, orada ailədə səmimilik, ailə ilə xoş vaxt keçirilmək üçün səmərəli bir olsun. Məsələn, biz bayaq dedik, soba ətrafında yastıqçalar. Burada sadəcə olaraq 2 nəfərdən yox, ailənin fərqli fərdlərinin də bir yerdə əyləşə bir yerdə. Romantik üslub masa ətrafında toplanmağı sevir. Xanım danışır, bir klip canlanır göz önündə. Siz istifadə edə bilərsiniz. Dinamik Yapı şirkəti ilə birgə bir layihə imzalaya bilərsiniz. Onların təmir etdikləri evlərdə. Niyə də olmasın? Əlbəttə, biraz əvvəl, necə deyim, bir ay öncə bilsəydi, əslində bizim ehtiyacımız da var idi, belə bir gözəl məkanda klip çəkməyə. Tapdıq, sonra çəkdik. Bilsəydi, yəni... Növbəti dəfə çəkərsiniz. Yeni klipinizdir? Bəli, yeni klipimiz var, yeni mahnımız var. Artıq başqa bir mahnı artıq üzərində işləyirik. Ona da inşallah ritmik mahnı gəlir. Görək tamaşaçıların, yəni mən əsas oxuyandan sonra tamaşaçıların öhdəsinə buraxıram, görüm necə qarşılanacaq. Yaşar, mahnı məsələn radiolarda, efirlərdə səsləndi. Neçə müddət lazımdır sənə ki, sən o effekti hiss eləyəsən? Mahnı alındı ürəyin istəyən kimi, yoxsa yox? Ümumiyyətlə, hərdən birdən biz özümüz də belə bir fikir bildiririk ki, mahnı oxuyanda, ya studiyadan götürəndə, ya bəstəkardan alınır, deyir, ya bu xit ola bilər, məsəl üçün, bu yaxşı ola bilər. Nəyindən bilirsiniz? Mahnının, nə bilim, valla mən, məsəl üçün, özüm mahnı kimi özümü ilk xoşumu gəlirsə, əgər məni tərpədirsə, belə... İntuisiyadan da. Fikirləşirəm ki, yaxşı ola bilər, çox hallarda yaxşı olur. Amma indi, məsəl üçün, son zamanlar bilmək olmur. Görürsən ki, tamaşaçılar... Zövqlər dəyişib. Hə, zövqlər dəyişib. Elə ümid bəslədiyin mahnını çıxarda bilərsən ki, o mahnı sevilməyə bilər. Maraqlıdır. Elə tam necə deyim, belə pis çıxması, dəxli olmayan elə bir mahnı oxuyarsan ki, sən bəyənməmsən, ancaq görürsən ki, cəmaət yolda, maşında, nə bilim, insanlar toylarında, düyünlərində istəyirlər. Maraqlıdır. Belə fikir ayrılığı olur. Maraqlıdır. Görürsünüz, müğənnilərin də işlərində maraqlı nüanslar var, hörmətli tamaşaçılarımız. Hal-hazırda reklamlarımızı gəlin sizinlə birlikdə izləyək, daha sonra yenə səhər çağındayıq. Çəkdim dərdlərini, bağladım eşq dəftərini. Unut məni, bitsin bu eşq, çək əlimdən əllərini.
peşmanlıq fayda verməz. Qəlbim səni daha sevməz. Bu eşq midir, cəza mıdır? Onu bil ki sənə dəyməz. Son peşmanlıq fayda verməz. Qəlbim səni daha sevməz. Bu eşq midir, cəza mıdır? Onu bil ki sənə dəyməz. Bax ürəyim döndü daşa. Nə oldum, nə gəldi başa. Sevdim səni bu qəlbimdən. İndi mənsiz tənha yaşa. Bax ürəyim döndü daşa. Nə oldum, nə gəldi başa. Sevdim səni bu qəlbimdən. İndi mənsiz tənha yaşa. İndi mənsiz tənha yaşa. Bax ürəyim döndü daşa. Sildim səni bu qəlbimdən. Bax ürəyim döndü daşa. Nə oldum, nə gəldi başa. Sevdim səni bu qəlbimdən. İndi mənsiz tənha yaşa. Bax ürəyim döndü daşa. Nə oldum, nə gəldi başa. Sevdim səni bu qəlbimdən. İndi mənsiz tənha yaşa. İndi mənsiz tənha yaşa. Təşəkkür, təşəkkür. Hörmətli tamaşaçılarımız, bizi izləyən gənc tamaşaçılarımız Yaşar bu mahnıları oxuyur ki, siz başa düşəsiniz, anlaya biləsiniz ki, sevgisindən ayrılıb, tənha yaşamaq, ürəyini daşa döndərmək dəhşətdir. Nə deməkdir? Bəli. Nə deməkdir onu anlayasınız. Belədir də xanımlarımız hər zaman nə istəyirlər? İsti ev istəyirlər, isti yuva istəyirlər. Mənə elə gəlir ki, gənclərimiz bir xanıma könlünü vermək istəyirsə, xanımın könlünü almaq istəyirsə, səni sevirəm o qədər desin ki, səhər gün orta axşam, vallahi billahi hə deməyəcək sizə. Bircə kəlmə desəz ki, sənə bir isti yuva quracam, sənə bir isti ev quracam, qaça-qaça gələcək. Gələcək, gəlməyəcək Musa mənim. Qadınlar belədir də, qadınlar istəyirlər ki, isti ev olsun, hələ təmirli olsa, hələ dinamik yapı şirkəti o evi təmir eləmiş olsa, gör onda nə olar, hə? Əlbəttə. Zövqlü dizaynda olsa, siz dediyiniz kimi onların ruhlarına oxşayacaq olsa, onlar orada rahat olsa, doğmalıq hiss eləsə, ab-hava olsa, hətta qonşularını qısqandıra belə bilərlər, bəli. O dərəcədə gözəllikdə olsa, təbii ki, hər xanımın ürəyici olar. Qonşu baxar, qonşuya deyir, özün yaxar közə, hə? Bəli, bəli. Qonşu da baxacaq, qonşu edəcək, onun evi belədir. Əlbəttə, məndə də olsun. Yenə deyir, çatı keçəcək kişilərin boğazına, hə? Yenə pulu kişilər xərcləməlidir. Musa müəllim, bizim efir otağından soruşdular bizim əməkdaşlarımız ki, bu kitabdan varmı istəyənlər var? Var. Varmı? Var. Necə əldə edə bilərik? Lider televiziyasına göndərə bilərsinizmi? Göndərərəm. Təşəkkür edirəm. Neçəsini istəyirlər? Mən də istəyirəm. Neçəsini istəyirlər? İkisini. İki nəfər istəyib. Olarmı? Olar. Siz də varsınız. Biri də Yaşar. 5-ini göndərsəm bəs eləyirəm. 5-ini istəyirik. 5-ini. Təşəkkürümüzü bildiririk. Görürsünüz mə, bax, kitabın nə qədər önəmi var. Kitabı gərək təbliğ edəsən ki, o kitaba maraq artar. Və eləcə də bizim qəzetlərimizi. Düzdür, son dövrlər deyirlər ki, qəzet oxuyanların sayı azalıb, amma mən bunu belə müşahidə eləmirəm. Çünki səhərlər mən köşkün qarşısında görürəm ki, artıq mən qəzet alanda digərlər də qəzet alır və bu çox sevindiricidir. Qəzet oxumaq çox yaxşıdır, hörmətli tamaşaçılarımız. Siz də alın İki Sahil qəzetini həm oxuyun, həm də son səhifəsində sizin sevimli televiziyanız olan Lider televiziyasının proqramları dərc olunub, həftəlik proqramları ilə yaxından tanış ola bilərsiniz. Minnətdaram İki Sahil qəzetinin bütün əməkdaşlarına. Və hörmətli tamaşaçılarımız, bilirəm ki, biz evdən danışanda, dizaynla danışanda, təmirdən danışanda sözsüz ki, hər birimiz istəyərik ki, evimizin təmiri gözəl olsun. Amma o evdə fərdi olaraq bizim özümüzə aid olacaq bir güşə olsun ki, ora çəkilə biləsən, istər musiqiçilər olsun. Bir güşə mütləq sənin olmalıdır, sənə aid olmalıdır ki, orada düşünəsən, orada öz işlərin barəsində, yaradıcılığın barəsində. Bax, bizim dizaynerlər bunu edirlərmi hər evdə? Əlbəttə, yaxınlaşanda o insanın əvvəldə biz ünsiyyət qurduqca o dizaynı deyir.
bu formada, bu rənglərdə, bu çalarlarda İnsanın peşəsini də soruşursunuz yəqin. Soruşuruq. Biri müğənnidir, hə? Və onu danışdıqca müğənnidir. Danışdıqca biz ona bildirmədən onun xasiyyətini özümüzdə formalaşdırırıq. Və o necə xasiyyətə məxsusdur? Hər bir evdə bacardıqları qədər istirahət otağı olur. Hər kəsdə dincəlmə otağı olur. O insanın xüsusiyyətini özü bilmədən də biz öz beynimizdə formalaşdırırıq, ona əsasən dizayn forması yaradırıq və ona təqdim edirik müştəriyə. Layihənin çəkilmiş formada. Bəli, dizaynın hazır formasını müğənnidirsə ona bir xüsusi piano, bir kənarda məsələn, bəzən müasir üslubda da pianolar sevilir, amma əsasən biz bilirik ki, klassika şedevrdir. Klassik üslubda bir piano, fortepiano və yaxud da hansısa bir musiqi aləti olsun, skripka, bir divarda, dincəlmək otağında xüsusi divanlar var, qoltuqlar var, xüsusi rəngdə. Biz bilirik ki, çəhrayı rəng romantikanı xüsusi tamamlayır və ona ki, müğənnimiz burada olduğu üçün ona əsasən deyirəm. Görürsünüz, o da dəsmalda çəhrayı rəngdə istifadə edib Yasəmən tonunda. Əlbəttə, biz bunlar elə belə deyil, bunlar hamısı senaryoda qeyd olunur. Bəli. Hər bir insanın peşəsinə, xüsusiyyətinə, xarakterinə uyğun hər bir dizaynda istifadə edirik. Mən belə başa düşürəm ki, əgər biri evini təmir etdirmək istəyirsə və xüsusi dizaynla təmir etdirmək istəyirsə, ilk növbədə sizinlə söhbət etməlidir. Əlbəttə, onu danışırıq, fikirlərini, həyat tərzini soruşuruq, nələrdən çox istifadə edir və ya etmir. Biz dizaynın yaradılmasında belə deyək, nələri qeyd edək xüsusilə hər bir otaqda məsələn bu detalı istifadə edək. Məsələn, elə insan var rəsm əsərini sevir, bütün otaqlarda, mətbəxdə belə mətbəxə aid rəsm əsəri divarda olmalıdır. Böyük bir qarpız kəsilmiş formada. Kəsilmiş formada və yaxud aşpaz şəkli və yaxud qəhvə fincanı şəkli müxtəlif ola bilər. Müxtəlif şəkillərdən istifadə eləyə bilərik və hörmətli tamaşaçılarımız, telefon zənglərinizi gözləyirəm 510-38-06 zəng edin görək sizin fikriniz necədir? Evi kişilər qururlar, yoxsa xanımlar? Sizin fikirləriniz bizim üçün çox maraqlıdır. Musa müəllim, vaxtaşırı bir neçə ildən bir bizim aşıqları siz dünyanın dörd bir tərəfindən dəvət edirsiniz. Daha çoxu şərq ölkələrindən buyurub gəlirlər Azərbaycanda və beynəlxalq aşıq müsabiqələri, festivalları keçirilir. Dəfələrlə həmin insanlar, həmin aşıqlar, hörmətli qonaqlar bizim proqramımızda da qonaq olublar. Təbriz aşıqları lap elə bu yaxınlarda Böyük bəy özü gəlmişdi, bizim proqramımızın qonağı olmuşdu. Bizim üçün çox xoş olur. Yəni, fərqli bir çalğı eşidirik, fərqli bir diksiya eşidirik. Yenə planda varmı? Bu il, yəni ötən il olmuşdu belə bir festival keçdiniz. Bir neçə ay bundan əvvəl 2014-cü ilin noyabrında keçirdik. İkinci beynəlxalq aşıq festivalına 8 ölkədən qonaqlarımız gəldi. Festival Bakıda başladı, sonra bölgələrdə davam elədi. Gədəbəydə, Şəmkirdə, Tovuzda, Qazaxda və mədəniyyət hansı sahəsi olur olsun həmişə birləşdirməyə xidmət edir. İnsanları yaxınlaşdırır, doğmalaşdırır daha da və bu festivalın da əhəmiyyəti həm bu baxımdan böyük oldu, yəni bu müxtəlif ölkələrdə yaşayan bu qədim ozan sənətinin daşıyıcıları bir araya gəldilər, həm bir-birindən bildiklərini paylaşdılar, daha çox əlaqələri möhkəmləndi. Eyni zamanda bu festival mən deyirəm, həm də Azərbaycanı tanıtmaq baxımından da böyük rol oynadı. İnanlarla rayonlarımıza gedəndə xarici ölkələrdən gələn qonaqlar belə heyrət edirdilər. Nə qədər gözəl rayonlar. Rayon deyil, hər biri bir şəhərdir. Bəli, hər bir ayrı cürə belə gözəlliklə. Və indi bu ardıcıl olaraq davam eləyəcək. Çox şükür 2 ildən bir bu festivalı, onu da deyim ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondundan Aşıqlar Birliyinin birgə layihəsidir. Davam eləyəcək bu. Və biz bunun içərisində onu deyim, İndi nəzərdə tuturuq ki, bölgələr özündə də biz eləyək ayrılıq. Tutaq ki, Gədəbəydənmi, Qazaxdamı. O da gözəl olar. O da gözəl olar. Alan belə tədbirlər. Düzdür, yəni bütün tədbirlər paytaxtda olmasın, bölgələrdə də olsun. Desən zəngimiz var. Alaq. Alo. Alo. Bəli. Salam Nurhan xanım. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Rövşən müəllim dinamik yapımcıydı. Aha, Rövşən müəllimdir. Aha. Sabahınız xeyir olsun. Rövşən müəllim, hörmətli tamaşaçılarımız, Dinamik Yapı Memarlıq və Dizayn şirkətinin prezidenti deyirsiniz, siz prezidentidir. Sabahınız xeyir olsun Rövşən müəllim, xoş gördük. Sabahınız xeyir. Nurhan xanım, əvvəlcə mən Musa müəllimi xüsusən salamlayıram. Tamam. Təşəkkür. Yəni bir Azərbaycanlı olaraq, bir Oğuz Türk olaraq
sənətinə böyük hörmətimiz var. Gənc müğənniləri əlbəttə ki, Yaşar bəyi salamlayıram. Təşəkkür Və edirəm. Aysel xanım xüsusi olaraq bizim fəxrimizdir. Hər həftə sizin dəvətinizi icra edir. Bəli. Və həqiqətən də bizim kollektiv də Aysel xanımı çox sevir. Özün istədim. Layiqincə işlərini yerinə icra etməsinə görə həqiqətən hamımızın böyük hörmətimiz var və sizə xüsusi bir təşəkkürümüzü bildiririk. Hər zaman Təşəkkür edirik. diqqətli olaraq bizim firmamızı təqdim elədiyinizə görə xüsusi təşəkkürümü bildirirəm sizə. Biz sizə təşəkkür edirik. Çünki sizin şirkətiniz buna layiqdir. Sizin işlərinizdə, sizin səhifənizdə də təkcə mən yox, elə bütün əhali yəni bunu diqqətdən kənarda qalmır. Görürlər bütün bunları. Minnətdarlığımızı bildirir. Əgər bir şirkət, bir qrup ətrafında memarları, dizaynerləri, sənətkarları, mühəndisləri toplayıbsa, işinin peşəkarlarını toplayıbsa, deməli o şirkətin işləri hər zaman öndə gedəcək. Biz sizə təşəkkürümüzü bildiririk. Və hörmətli tamaşaçılarımız, bilirsiniz ki, biz vaxtaşırı bizim Şairə xanımımız, publisistimiz, jurnalistimiz Gülşən xanım Behbudun sujetlərini sizə təqdim edirik. Növbəti sujeti gəlir. Mənim üçün də çox maraqlıdır ki, görək bu dəfə Gülşən xanım kimi bizə təqdim edəcək. Gəlin izləyək. Yaradıcılıq nədir? Yaradıcı insanlar kimlərdir? İnsanların sahib olduğu özəlliklər, istedad, tanrı sevgisi. Təbiətən yaradıcı doğulmayan insanlar sonradan yaradıcı ola bilməzlər. Uzaq görənlik, sağlam düşüncə, xəyal gücü. Yaradıcı insanlar digər insanlardan fərqli, biraz çılğın, sadədən sadə, mürəkkəbdən mürəkkəb olan insanlardır. Düşünmək yaradıcı insanlar üçün önəmli faktorlardan biridir. Bacarıqlıdır, güclüdür, özəldir, məsuliyyətlidir, xəyalpərəstdir, təsirlidir. Yaradıcılıq nədir? Yaradıcı düşüncən nədir? Olmayan bir şeyi xəyal edə bilmə, hər şeyi hər kəsdən fərqli edə bilmə, yeni fikir, ideyalar kəşf etmə bacarığıdır. Hər kəs kimi hər şeyi eyni görsə də, hər kəsdən fərqli görmə, düşünmə bacarığı və əsl insanlıq xarakteridir. Yaradıcılıq inandığını kəşf etməkdir. Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, tanınmış şair, ədəbiyyat aləmi, yazı pozu əhli, hər kəs tanıyır o insanı. Yaradıcı jurnalist və 525-ci qəzetin baş direktoru. Hələ ki vaxt var, 10 sentyabr, Dəlicəsinə və bir çox kitabların müəllifi, Azərbaycan ziyalısı Rəşad Məcidlə həmsöhbət olmağı çoxdan istəyirdi. Nə qədər şən, zarafatçıl desələr də, olduqca çox ciddi adamdır və əsl Azərbaycan ziyalısıdır. Xoş gördük sizi. Salam, xoş gördük. Rəşad müəllim, Yazıçılar Birliyində gənclərlə iş üzrə katibsiz. Gənclərlə vəziyyət necədir? Mən 11 il öncədən, deməli, Yazıçılar Birliyinin 11-ci qurultayında gənclər üzrə katib təhsillik təsis olundu və qurultayda seçildim Anar müəllimin təşəbbüsü ilə. İlk illərdə çətin idi, çünki cavanların yazı pozuya, yaradıcılığa meyli lazım səviyyədə deyildi. Bəzi cavanlar Yazıçılar Birliyi ilə incimişdilər, uzaqda dayanırdılar. Bir uzun proses keçdi ki, biz həm bu cavanlarla, incik cavanları inandıraq və yeni cavanlarla işləyək. Mədəniyyət və Turizm Naziri ilə birlikdə Gənc Ədəblər Məktəbi yaratdıq. İndi də ədəbi mühitdə artıq onlar özlərini təsdiq etməyə başlayıblar. Ədəbiyyata gəlişinizdə Hüseyn Arifin böyük rolu olub. Biraz o haqda danışardınız. Mən də orta məktəbdə oxuyanda ədəbiyyat həvəslisi idim, kitablar oxuyurdum. İlk şeirimi deməli Ağdamda bizim 4 mərtəbəli binanın 2-ci mərtəbəsində üzü dağlara sarı baxan evimiz var idi. İki otaqlı evimiz, onun pəncərəsindən baxıb yazın gəlişində yaşıllaşan ağaclara, uzaqda görünən meşələrə yazmışam, onu tez-tez deyirəm. Və sonralar iş elə gətirdi ki, mən fizika riyaziyyat təmayüllü məktəbdə oxuyurdum və ədəbiyyatdan biraz aralı mənim valideynlərim də görmək istəyirdilər. Mən daha çox riyaziyyatı da yaxşı bilirdim, amma bu illərdə mən böyük rol oldu bizim hörmətli xalq şairimiz Hüseyn Arifin. Biz onun yanına getdik və o mənim şeirlərimi oxuyan kimi bəyəndi. Uğurlu yol yazdı. 1981-ci ilin sentyabrın 12-sində o deməli şeirlərim, ilk şeirlərim və Hüseyn Arifin uğurlu yolu ilə Azərbaycan
Gəncləri qəzetində çap olundu. Hüseyn Arifin inamı mənim həyat yolumu müəyyənləşdirdi. Bu mənada da mən Hüseyn Arifə böyük ehtiramımı bildirməklə eyni zamanda gənclərə münasibətimdə də görünür Hüseyn Arifin o həmin münasibətinin davamı qalmaqdadır. Dəlicəsinə kitabda Qarabağlıları ümumiyyətlə daha çox yer vermişsiniz və orada xatirələrinizdə bir olmalıyıq, birgə olmalıyıq. Eyni demək olar ki, istiqamətdə addımlamalıyıq. Və bu düşüncələr bütövlük təşəbbüskarısınız. Son 20-25 illik olan dövr bizim həyatımızda, bu nəslin həyatında çox ciddi fəsadlar yaratdı. Bir tərəfdən bizim ölkəmiz müstəqil olduğu bir arzumuz reallaşdı. Eyni zamanda da yeni mühit, yeni artıq şərait insanların bir çox arzularını, düşüncələrini dəyişdi. Eyni zamanda torpaqlarımızda gedən müharibə, torpaqların işğalı insanlarımıza dərin zədələr vurdu. Bütün bu proseslərdə insani keyfiyyətləri qoruyub saxlamaq və bir-birinə münasibətdə gözəl duyğuları bəsləmək çətin oldu xeyli məqamlarda. Mənim dəlicəsinə kitabım, deməli, keçən il 50 yaşımın astanasında çap elədim. Orada əsasən mənim esselerim toplanıbdır. O esselerin biri elə dəlicəsinə adlanır və onun mahiyyətində o durur ki, bir insan bir şeyi əgər ürəkdən, bütün varlığı ilə dəlicəsinə istəyirsə, mütləq ona çatır. Bu həm də mənim həyatda inandığım bir həqiqətdir. Və mən hesab edirəm ki, doğrudan da hər bir insan nəyisə arzuluyursa, mütləq ona, bütün varlığı ilə çalışırsa, mütləq ona çatır. Hər bir insan memarlıq və dizayn baxımından zövqləri oxşayacaq, komfortu və incəliyi özündə əks etdirən mənzil sahibi olmaq arzusundadır. Dinamik Yapı MMC arzularınızı gerçəkləşdirmək üçün daim yanınızdadır. Xəyallarınızı bizə deyin, biz gerçəkləşdirək. 10 ilə yaxın fəaliyyətimizdə bizə etibar edən müştərilərimizə sonda təbəssüm və sevinç hissləri yaşatmışıq. Siz də bizə etibar edin və sevinənlərdən olun. Dinamik Yapı, keyfiyyətli işimizlə daim xidmətinizdəyik. Evi süpürüp toz eyler, hamama giren naz eyler. Evi süpürüp toz eyler, hamama giren naz eyler. Ele yağ kir içinde yumam değer naz eyler. Ele yağ kir içinde yumam değer naz eyler. Söz demem sözün üstüne, ne desen gözüm üstüne. Ey aziz balam, atım tutum ben seni, şekere katım ben seni. Tutum ben seni, şekere katım ben seni. Akşama babam gelende önüne atım ben seni. Akşama baban gelende önüne atım ben seni. Yemek ister söz eder, yatmak ister naz eder. Yemek ister söz eder, yatmak ister naz eder. Ürey bir şey istese, bakıp mene göz eder. Ürey bir şey istese, bakıp mene göz eder. Söz demem sözün üstüne, ne desen gözüm üstüne. Ey aziz balam, atım tutum ben seni, şeker
şəkərə qatım mən səni. Atım tutum mən səni, şəkərə qatım mən səni. Axşama baba gələndə önünə atım mən səni. Axşama baba gələndə önünə atım mən səni. Şəkərə qatım mən səni. Atım tutum mən səni, şəkərə qatım mən səni. Axşama babam gələndə önünə atım 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 mən səni. Axşama baban gələndə önünə atım mən səni. Təşəkkür. Sən nə gözəl mahnıydı bu. Mahnı var ki, bir qrup oxuyur, hörmətli tamaşaçılarımız. Elə bilirsən bir səsdə. Amma bu mahnıda gördünüzmü, tək ifaçıdan elə bilirsən ki, bir qrup oxuyur. Maraqlı mahnıydı. Atım tutum mən səni. Əslində, lap köhnə bir mahnılardan biridir. Ta uşaqdan eşitmişik, yəni. Düzdür. Amma belə yox, biraz başqa cür oxunulub. Məsəl üçün, yeni aranjmanda bu. Atım tutum mən, belə olub mahnı. Biz onu istəyik daha ritmik eləyək və oxudum, sevildi də ki, gözəl maşallah. Gözəl alınıb. İndi mən sizdən rica eləyəcəm, siz bir ad günü mahnısı zümzümə eləyəcəksiniz. Çünki hörmətli tamaşaçılarımız bizim ən sevimli əməkdaşlarımızdan biri olan səs rejissorumuz Fuadın ad günüdür. Səmimi qəlbdən onu təbrik edirik bütün kollektivimiz adından. İndi xahiş eləyəcəm sizdən. Ad günü mübarək oxuya bilərsin. Ürəyindən nə keçir onu oxu. Fuadın. Fuadın. Fuad sənin ad günündür, ad günündür. Evimizdə toy düyündür, toy düyündür. Fuad sənin ad günündür, ad günündür. Liderdə toy düyündür, toy düyündür. Təşəkkür. Ay Gülür bizə arzu dilək. Ay Fuad, Allah səni xoşbəxt eləsin. Təşəkkür ederim. Minnətlərimizi bildiririk və hörmətli xanımlarımız ekranlara yaxın əyləşin. Kim gəlir studiyamıza? Elşən müəllim gəlir. Xoş gəlib, səfa gətirib. Hal-hazırda Elşən müəllim bizə iRobot rumbalar haqqında məlumat verəcək. Sabahınız xeyir olsun. Əziz tamaşaçılar, hörmətli xanımlar. Yenə də sizinlə görüşünüzə gəlmişik. Bax bu möcüzəvi robotları sizə, dünyada analog olmayan robotları sizə təqdim edəcəyik. Əziz xanımlar, bildiyiniz kimi iRobot bir Amerikan korporasiyasıdır. Gəlsin artıq robotumuz studiyamıza. 5 ildir ki, Azərbaycan bazarında bunu sevə-sevə sizə təqdim edirik. Bax bu, ötən müddətdə siz bu cihazı əldə etmişsiniz, çoxlarınız və çox məmnunsunuz. Və feedback deyirlər buna marketingdə. Yəni siz öz cavablarınızı vermişsiniz bizə, öz təriflərinizi demişsiniz və buna görə də sizin yaxınlarınız, ətraflarınız da bu robotları əldə etməyə çalışırlar. Bax bu gözəl miniatür dizayna malik cihazı evinizin bir küncündə quraşdırırsınız. Artıq siz evdə olmasanız belə komandaları qoyursunuz. Hər gün avtomatik olaraq işə düşür və bir otaqda maksimum 25 dəqiqə işləyərək digərinə keçir. Altındakı optik cihazlar vasitəsilə bütün tozları, kirləri, zibilləri, tükləri, hətta o tükləri ki, siz aylarla adi toz soranla xalçalardan təmizləyə bilmirsiniz və o əhvalat ki, Nurayna xanımın başına gəlmişdi. Nurayna xanım ilk dəfə robotu evə gətirəndə özü desin nə olmuşdu. Deməli, bizim xalçamız yenicə yuyulub evə gəlmişdi. Mənə elə gəlir ki, xalçamız təmizdir. Çünki baxanda həqiqətən xalça parıldayırdı. Amma yuyulmuş xalçanın üzərində mən ilk dəfə bu robotdan istifadə elədim və gördüm ki, onun zibil yığan o xüsusi alt hissəsindəki qutu var. Onun içərisi doludur bütün zibillə, allergenlə və saçlarla. Bəli, əziz xanımlar, bax Nurayna xanım dediyi kimi,
Bu həqiqətən də belədir. Bu robotlar hündürlükdən düşmür. İstəsəniz hündür yerlərdə şifanerin üstündə, yəni dolabın üstündə qoya bilərsiniz. Oradakı tozları da yığışdıra bilər. Amma əslində ümumiyyətlə belə dedikdə bu tozsoran robot evinizdə işlədiyi zaman artıq divarda, pərdədə və digər yerlərdə tozlar olmur. Çünki allergenləri filtrdən keçirir və evdə yalnız təmiz hava qoyur. Bax, sizin hər birinizin evinizdə, biz eləcə də bu robotları əldə etməyənlərin evində gizli bir təhlükə vardır ki, bu da allergen tozlardır. Düzdür, digər robotumuz gəlsin artıq. İndi isə biz keçid alaq digər robotumuza. Bax, bu robot iRobot Bravo'dur. Bəli. Bu artıq bizim döşəmələrimizi siləcək, hörmətli xanımlarımız. Əgər sizin döşəmələrinizdə bir ləkə varsa, ləkələri də aparacaq. Bu cihaz Aydaq texnologiyasının son nailiyyətidir və bax, bu kənardan Norstar ulduzla idarə olunur və evinizin heç bir nöqtəsini yaddan çıxartmadan bütün nöqtələrini silir, özdə tam sakit. Bildiyiniz kimi, bax, bunun ön konteynerində 170 qram su tutarı vardır. Həmin ora adi kran suyunu biz əlavə edirik və bundan sonra dəsmal da var, mikrofiber deyilən bu dəsmal, hamınızın tanıdığı. Bu kiçik dəsmal vasitəsilə su damcılayır ora və ora istədiyiniz mayeləri də, ətirli mayeləri də, eləcə də iRobotun təqdim etdiyi mayeni də siz əlavə edə bilərsiniz ki, Scuba mayesi mikrobları da məhv eləyir, stafilokok, exnokok və siz təmiz olur, eviniz rütubət normada olur. Keçid alaq biz digər robotumuza. Möcüzə robotumuza. Robotumuzu Nurani xanım möcüzə adlandırır. Doğrudan da möcüzəvi bir işdir. Çoxlarımız hündür mərtəbəli evdə yaşayırıq və hündür mərtəbəli evdə yaşadığımız üçün də pəncərəni silmək problemdir. Biz xüsusi ev qulluqçuları dəvət edirik, ladalazlar dəvət edirik. Və inanın ki, yəni ki, bu təşkilati bir iş olmadığı üçün bir insana zəng edirsiniz, o da gəlir sizin pəncərənizi silməyə. O da çox təhlükəlidir. Əlavə məsrəfi də var bunun. Heç kəsi dəvət etmədən, bax, bu robotu yaxınlaşdırırsınız pəncərəyə, bayır tərəfdən, istədiyiniz nöqtədən, əliniz çatan yerdən qoyursunuz. İçəridən komanda verirsiniz. Bax, gördüyünüz kimi robot başlayır, yuxarı hissəyə gedir və pəncərəni gözəl şəkildə silir və aşağı endikdən sonra, tam aşağı endikdən sonra artıq başlayır, siqnal verir ki, mən birinci dəfə işimi qutardım. Bundan sonra dəyişirsiniz dəsmalı, mikrofiberi yenə. Dəyişdikdən sonra camsil vurursunuz və ekranda gördüyünüz kimi camsil vurursunuz. Camsil vurduqdan sonra pəncərəyə yenə yaxınlaşdıracaqsınız. Vakumdur, sovurma vasitəsilə bu pəncərəyə yapışır. Yenə də komanda verirsiniz. Pəncərəyə yaxınlaşdırırsınız, özü yapışır pəncərəyə, yenə pultdan komanda verdiyiniz zaman artıq robot təkrar bu əməliyyatı yenə icra eləyəcək və pəncərəniz tərtəmiz olacaq. Nəinki pəncərəniz, eləcə də evdəki bütün güzgüləriniz, hamamdakı kafeliniz və universal robotu siz yaradıcı olaraq yanaşıb müxtəlif şəkildə öz istəyinizə uyğun idarə və istifadə edə bilərsiniz. Çox gözəl, keçid alaq növbəti. Bir zəhmət olmasa Nurani xanım, gətirin yaxına zəhmət olmasa. Xanımlarımız yaxından görsünlər. Scuba sizə əvvəl 390, bəli, bir dəfə basırıq. Əvvəl sizə Scuba 390 biz təqdim eləmişdik. Bəli, indi isə yeniləşmə var və Scuba 450 artıq gəlmişdir. Bunun da yenə də su konteyneri var. Və su konteynerin adi krantda biz su ilə doldururuq. Scubanın xüsusi mayesi vardır ki, mikrobları məhv edən, onu da əlavə edirik. Altında fırçası var və o fırça vasitəsilə bütün kirləri, ləkələri qaşıyır və çikli suyu da yenə də konteynerin digər yəni ki, şöbəsinə yığır və sizin mənziliniz yenə də tərtəmiz olur. Kafel, metlaq, parket fərq etməz. Bax, tozsoran robotdan sonra bunu istifadə edirsiniz. Necə ki, pol taxtası istifadə edəcəydiniz. Keçid alaq biz ütüyə. Bəli, əziz xanımlar. Bizim digər cihazımız da bax, bu Exen firmasından. Exen'dən par ütüsüdür ki, bax, bu par ütüsü 46 kiloluq təzyiqlə bax, bura üzərinə qoyduğumuz, boşqabın üzərinə qoyduğumuz, yəni paltar olsun, köynək olsun, pencək olsun, fərq etmir. Bütün döşək yağı, pərdələr, onu çox rahat şəkildə geniş meydanda burada siz bunu bir dəfə qatlayıb açmaqla 46 kiloluq təzyiqlə sıxacaq və çox gözəl effekt alınacaq. Bax, bu, əgər desəniz ki, deyək ki,
qolu Rubaşkanın, köynəyin qolu, yenə də onu köynəyin qoluna bu döşəkçəni keçirdirsiniz. Bir qatlayıb açmaqla hazırdır və 3 dəfə, ən azı 3 dəfə vaxtınıza qənaət edəcəksiniz və siz ütü ilə təbii ki, təzyiq göstərərək, Xanımlar sevmir ütüləmək. təzyiq göstərərək ütülədiyiniz zaman boyun fəqərələrində ağrıma olur, xüsusi bir narahatçılıq olur. Bunun qarşısına oturmaqla, bunu qatlayıb açmaqla siz ardıcıl olaraq bütün paltarlarınızı çox rahat şəkildə ütüləyə bilərsiniz. Eksen firması da dünyada çox məşhurdur. Bax, bu ütünü artıq əldə edənlər də çox məmnundur. Biz bunu özümüz də dənəmişdik. Təşəkkür edirik sizə. Sizə də məsləhət görürük. Buyurun, gəlin. Yenə də Kredibil kampaniyası davam edir. Yenə də endirimlər davam edir. Buyurun, alın, məmnun qalacaqsınız. Minnətdarlığımızı bildiririk Eşən müəllim sizə. Hörmətli xanımlarımız, biz bugün sizinlə bərabər ev qurmaqdan danışırıq. Təkcə xanımlarımızla yox, elə bizim bəylərimizlə də bərabər. Əgər evlərinizi, təzə təmir etdiyiniz evinizi daha gözəl, səliqəli, sağlam, rahat görmək istəsəniz, ayrı turumbalardan istifadə edə bilərsiniz. Bunun üçün siz şəxsən Eşən müəllimə müraciət edə bilərsiniz. Və belə bizim hörmətli əziz qonaqlarımız darıxmadınız ki, gördünüz necə maraqlıydı. Hər evə lazımdır o döşəməmizi deyirsiniz. Deməli, hər dəfə Eşən müəllim gələndə bizim studiyamızın döşəməsi par-par parıldayır. Maşallah. Kifayət eləyir ki, bir dəfə o aerobot rumba bizim döşəməmizi bax beləcə silsin. Əzizlərim, davam edirik. Mən yenə sizin telefon zənglərinizi məmnuniyyətlə gözləyirəm. Zəng edin bizə 510-38-06. Görək sizin fikrinizcə evi kişilər qurur, yoxsa xanımlar qurur, əzizlərim. Yenə mən keçid almaq istəyirəm bizim dizaynla bağlı, təmirlə bağlı söhbətlərimizə. Bilirəm ki, bizim xanımlarımız çox maraqlıdırlar bu sahədə. Hal-hazırda yazdır. Belə deyək, fəsillə bağlı sizə müraciət olunanda, sifarişlər olunanda fəsillə bağlı bir dəyişkənliklər olurmu? Əlbəttə, fəsillə bağlı. Məsələn, yaz fəsli gəlir, biz bilirik ki, al-alvan rənglər hər tərəf gül çiçək açır. Ona görə də yaz fəslinə aid rənglərdən istifadə çoxalır. Yaz fəslində də əsas da ki, belə deyək, terraslardan istifadə olunur. Terraslarda, hamının işlək dilində desək, balkonlardan, yəni açıq havada, bağ evlərində, həyət dizaynında, məsələn, landşaft dizaynında, həyətlərdə bilirik ki, manqal başı olsun, yay mətbəxləri xüsusi aktualdır bu dəqiqə. Yəni, onlardan istifadə olunur. Rənglərdən də çiçək motivlərindən çox geniş istifadə olunur. Yaşıl rənglərdən, mavi hava rənglərindən, günəş tonlarında, parlaq qızılı tonlardan istifadə olunur. Xüsusilə də bu yayda açıq hava mebellərində xüsusi özünü göstərir. Yəni sizin şirkət dinamik yapı tikinti şirkəti belə deyək, həm hündür mərtəbəli evlərdə, özəl evlərdə, həm də həyət evlərində. Əlbəttə, bağ evlərində. Hətta onların deməli həyətlərində. Ofislərdə, belə deyək, telestudiyalarda da dizayn veririk. Bütün məkanlarda. Bütün məkanlarda. Böyük obyektlərdə belə. Əlbəttə, böyük obyektlərdə, mağazalar tutmuş, restoranlar tutmuş. Biz nəinki Azərbaycanda, Ukraynada və Qazaxıstanda xüsusi dövlət nəzdində olan restoranlarda, belə deyək, dizayn vermişik. Ukraynada yəni Azərbaycanın dəvət ediblər ki, gəlmişik. Bəli, gedib dizayn verib gəlmişik, bəli. Bizim Azərbaycanlı ustalar. Bəli, bizim Azərbaycanlı ustalar, bizim Azərbaycanlı dizaynerlər. Hətta Rusiyadan, Rus vətəndaşı ustalarından, dizaynerlərindən istifadə olunmayıb ki, sırf Azərbaycan mətbəxi, Azərbaycan motivlərini yerli ustalar daha yaxşı bilər deyə. Və Qazaxıstanda da var. Bu, onda belə deyək də, bu sizin uğurunuzdur. Əslində, Azərbaycanda tikinti sahəsində çalışanların uğurudur ki, artıq digər ölkələrdən Azərbaycandan ustaları dəvət edirlər ki, gəlsinlər, onların dizayn işlərində yaxından yardım etsinlər. Azərbaycanda belə deyək, çox şeylərdə ölkəmiz Azərbaycan ilklərə addım atıb. Görürsünüzmü, artıq tikinti sahəsində də belə bir yeniliklər var. Sizdə nə yeniliklər var? Çünki yazdır, qarşıdan yay gəlir, bilirəm ki, qışdan çıxırsınız və yeni mahnılar, biraz al-əlvan mahnılar, biraz belə deyək, ruh açan mahnılar seviləcək. Dayanmadan çalışırıq, dayanmadan yeni mahnılar, birisi ki, mənim repertuarımda həmişə olur. Bax, oxuduğum Atım Tutum Mən Səni. Belə ritmli mahnılar inşallah istəyirik. Bir mahnımız var, ritmik. Musiqisi mənə aiddir, sözləri Cavid Gül aiddir. Yenə də mahnıların davamı gəlir. Və təbii ki, istəyimiz var ki, konsertimiz olsun. Onun üzərində inşallah... Solo konsert. Bəli. Etmişsiniz, heç etməmişsiniz? Yox, etməmişəm. Elə böyük konsertim olmuyor. Təqdimat falan olub, necə təqdimat. Hansısa bir mahnılarımı, 10 mahnımı deyib, hansısa mahnıları təqdim etmişəm gələn qonaqlarım üçün. Ancaq böyük bir konsert etməmişik elə. İnşallah onun arzusundayıq. Allah nəsib edərsə, inşallah onu çox istəyirəm ki, konsertim olsun. Belə yəni mahnılarımız, kliplərimiz müğənninin işinədir.
Yəni sənətçinin işi odur ki, yeni mahnılar olsun. Albomumuz inşallah işıq üzü görəcək. Artıq mahnılarımız yetəri qədər var. 17-18 mahnımız var ki, qalıb. Onu albom şəklində inşallah istəyirik tamaşaçılarımıza çatdıraq. İnşallah təqdimatını burada Yəni keçirdə belə, bilərik. inşallah. Musa müəllim, sizdə, sizin belə deyək, Aşıqlar Birliyində qarşıdan nə planlarınız var aşıqlarımızla bağlı? İstər bölgələrdə olsun, istər elə paytaxtda olsun. Hansı fikirləriniz var, nə planlar var? Biz bu il gənclərə daha çox diqqət ayırmaq fikrindəyik. Ayrıca onların gənc aşıqların ifasından ibarət nəzərdə tutmuşuq disk albom buraxaq. Bəli. Gözəl olar. Sonra gənclərin ayrıca bir konsertini düşünürük Bakıda. Bununla yanaşı, eyni zamanda bizim ustad aşıqların yubileylərini qeyd edirik. Bunu vaxtaşırı hər zaman edirsiniz. Çox yaxşı işdir. Və bayaq dediyim kimi, indi düşünürük ki, ənənə halını salaq və bölgələrdə aşıq festivalları keçirək. Hansı bölgədə ki, bu sənət daha güclü inkişaf edib, orada ənənə alsın, elə orada da beynəlxalq festivallar xaricdən də dəvət eləmək şəkillə o şəkildə eləyək və əsas gücü gəncliyə diqqət ayırır. Çünki çox bayaq dediyim kimi yaxşı bir gənclik var. Həddən artıq çoxdur maraq. Bayaq dediyim ki, artıq bu sənət bir elmi yanaşma var, tədris olunur. Yəni o müstəvidədir artıq, bəli. Bu gün aşıqlar əgər 70-80 il əvvəl bütün təhsili o ustadından gördüyü, eşitdiyi idisə, bu gün gənc aşıqlar var ki, bakalavr, hətta magistr təhsil alıb, üstəlik hətta artıq elmlər namizəd aşıqlarımız var. Yəni, bu istiqamətdə gedəcək. Şəxsi planda da bu il 1-ci yanvar ayında mənim bu kitabım bayaqdan kitabı qoymuşsunuz, ora paxıllıq erzi vermək fikriniz yoxdur deyəsən. Bunu mən sizə bağışlayacağım, sizlərə də yenə söz verdim, çatdırım. Bu Zəlimxan Yaqub yaradıcılığına həsr olunmuş mənim öz kitabımdır, Sözün Zəlimxan Zirvəsi. Bilirsiniz, onun yaradıcılığı çox zəngindir, çox şaxəllidir. Burada mən 15-ə qədər istiqamətdə ayrı-ayrı. Neçə ildir Zəlimxan müəllimlə birgə çalışırsınız? Neçə ildir bu? Müddəti nədir? Verin zəhmət olmasa. Yox, bu kitabın yazılmağımı bizim çalışmağımız mı? Bizim çalışmağımız 10 ilə yaxındır. Son illərdə onun bütün kitablarına nəşrə mən hazırlamışam. Və bu kitabda elə o ümumiyyətlə, Zəlimxan müəllimlə bir yerdə çalışmaq necədir? Xasiyyəti necədir? Yəni bir rəhbər kimi. Rəhbər kimi də, insan kimi də. Hətta mən onun bunu əksəriyyət bilir. Onun evinin qapısı bağlı olmaz. Qapısı istənilən adam gəlib gedir, hamını da qapıda qarşılayıb, özü də yola salacaq. Mən də getmişəm o evə. Və bayaq yenə siz də səhhətini soruşdunuz. Bir daha mən bütün o maraqlananlara təşəkkür edirəm. Deyim ki, yenə həmin aktiv yaradıcılığındadır. Elə bu həftə bir orta məktəbdə 2 gün bundan qabaq görüşü olmuşdu. Sabah Qaradağ rayonunda bir məktəbdə görüşü olacaq. Həmən yaradıcılıq davam edir. Onunla işləmək də oradan xoşdur. Xoşdur. Sonuncu dəfə mən bizim hörmətli alimimiz Qəzənfər Paşayevin ad günündə gördüm. Gəldi ora. Çox yaxşı da çıxış elədi. Oradan hər kəs sevildi ki, şairi səhhəti yerindədir. Nurani xanım, mən buradan Qəzənfər müəllimə təşəkkürümü ayrıca çatdırmaq istəyirəm. Bu kitabın həm redaktorudur, həm Qəzənfər müəllim. Aha, hə, burada var. Və əslində elə biraz da məni o təhrik elədi ki, sən yazmalısan bu kitabı. Qəzənfər müəllim. Ay, salamlarımızı yetiririk biz Qəzənfər müəllimə. Oradan da həm böyük alimimizdir, həm də Qəzənfər müəllim o qədər sadə insandır ki, mən həmişə fikir vermişəm, mənim bax proqramımıza da dəvət etdiyimiz alimlərimizin arasında akademiklərimiz, professorlarımız olub, dəfələrlə proqramımıza qonaq gəliblər. Bu insanlar o qədər sadədirlər. Bu insanlar, mən hərdən düşünürəm ki, bu insan özü fərqində deyil ki, hansı xariqələri yaradıb, hansı kitabların müəllifidir. Bəzən onlara mən belə maraqla baxıram ki, bu insanın ömrü çatıb ki, bu kitabları yazsın. Çünki bir kitabı yazmaq, özünüz kitab müəllifisiz, özünüz bilirsiniz ki, nə qədər yuxusuz gecələrdir, nə qədər arxivlərdə zəhmət çəkməkdir. Yəni, bu çox zəhmətdir. Amma bugün görürsən, elə sənət adamları var ki, belə pis çıxmasın, yəni 5-3 əgər mahnını ifa eləyibsə, populyarlıq qazanıbsa, düzdürmü Yaşar, var belələri. Elə, mən deyərək elə, bəli. O təkcə sənət adamıdır, hər sahədə var. Amma alimlərin arasında mən bunu görmədim. Ola bilsin ki, orada da olur. Əgər kimsə doğrudan da əsl alimdir, sənətin əsl xiridarıdırsa, onda özündən razılıq olmayacaq. Nahaq deməklər ki, alim olmaq asandır.
Adam olmaq çətindir. Xoş bu adamın halı həm alimdir, həm də insandır. Yaşar, özündə bir özündən razılıq hiss eləmirsən, olub belə. Estağfurullah, ümumiyyətlə, nə bilim onu mən nə deyim, çalışmışam ki, deyəcəm indi belə biraz başqa cürə çıxar, biraz yaxşı çıxmaz əslində. İndi biz düzəldərik, narahat olma deyil. Yox, mən desəm ki, indi mən belə, amma yəni ki, onu insanlar deyir, onu dostlar deyər, onu bizimlə necə münsiyyətdə olan insanlar deyər daha doğrusu. Mən istəyirəm ki, Zəmxan mənim haqqında danışıldı. Qısaca deyim, Allah ona ömrü versin. Çox böyük sənətkarımızdır, ustadımızdır, necə deyim, onu bizim ailəmizdə də çox istəyirlər. Açıq mənim atam, anam, yəni efirdə verilişdə harada olsun, ya haradasa olsa, açıb izləyərlər. Onu izləməyən yoxdur, Azərbaycanda onu sevməyən yoxdur. Allah ona ömrü versin, Allah ona şəfa versin inşallah. Yaşar, onun sözlərindən bir mahnı oxumamısan? Oxumamışam, inşallah. Çox gözəl sözləri var. Onun bir kitabı var, kitabın adı nə idi? Bir könüldən idi. Biz niyə sevməyək bir-birimizi? Biz niyə sevməyək bir-birimizi? Yer gəlmişkən. O kitabda məndə var, o kitabı verərəm sənə. O qədər gözəl içində şeirlər var. Elə o da yanvar ayında üzvürdü, onu seçmə şeirləri. Biz niyə sevməyək bir-birimizi? Mənə ümid kimi bax. Bütün yaradıcılığından seçmə bir kitab elədik və sonuncu yazdığı şeirlər indi bu yaxında bir həftəyə o da şığızı görəsidir. Biz niyə sevməyək bir-birimizi belə orada seçmə şeirlərdir hamısı. Çox gözəl. Mən arzu edərdim ki, hörmətli tamaşaçılarımız, sizlərdən hər biriniz evinizi təmir etdirəndə, əgər dinamik yapı memarlıq və dizayn şirkəti ilə işləsəz, çalışsaz, bilirəm ki, Aysel xanımın özünün də kitablara oxumağa, mütaliəyə çox marağı var. Mütləq evinizin bir güşəsini ayırın və elə bu dizaynerlərdən də xahiş edin ki, kitab oxumaq güşəsi olsun. Bu çox gözəldir. Bu sizin övladlarınıza sizin bir hədiyyənizdir. İnanın ki, bununla sizin bütünlükdə ailəniz udacaq. Çünki övladlarınız savadlı olacaq. Təşəkkür edirəm Musa müəllim sizə, çətin işinizə görə, məsuliyyətli işinizə görə. Sizə Aysel xanım, minnətdarlığım birdən Rövşən müəllimlə də danışdıq biraz. Öncə salamlarımızı yetirərsiniz yenə. Yaşar, sizə təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm, var olun. Hörmətli tamaşaçılarımız, Yaşardan bir mahnı istəyəcəyik sizin üçün. Buyur, zəhmət olmasa Yaşar və əzizlərim, bugün doğrudan da mənim üçün çox maraqlı oldu bizim qonaqlarımızın söhbəti. Bilirəm sizin üçün də maraqlı oldu və bir daha söyləyirəm ki, əziz bəylərimiz və xanımlarımız evlərinizi təmir etdirmək istəsəz, başqa ünvan axtarmayın, başqa tikinti şirkəti axtarmayın. Çünki bizdən sizə hər zaman dost məsləhəti gəlir. Dinamik yapı, memarlıq və dizayn şirkəti əməkdaşları sizə yaxından kömək edəcəklər. Geyim üçün hər zamanki kimi mən yenə təşəkkür etmək istəyirəm. X-Lady mağazasına 20 yanvar metro stansiyasının yaxınlığında yerləşir və xüsusilə Günlarə xanıma təşəkkürlər. Allah amanında əzizlər. Özünüzdən müğayət olun, sabaha qədər və Yaşardan gözəl bir mahnı gəlir. Buyur. Uzun bir yolun sonundayım. Bu gece yatma gülüm yanındayım. Uzun bir yolun sonundayım. Bu gece yatma gülüm yanındayım. Uzun bir yolun sonundayım. Bu gece yatma gülüm yanındayım. Telefonu açık sakla, gözünü de bağlama. Gece bitecek hasret, Bakı yaz kalıp sabret. Çok geçmez gülüm yanındayım. Bu gece bitecek hasret, Bakı yaz kalıp sabret. Çok geçmez gülüm yanındayım. Saçın, etrin, tamın bir başka. Doymak olmur gülüm senle
çox gözəl